Bakıda və Abşeron yarımadasında dekabrın 14-ü günün birinci yarısında hava şəraitinin ara bir yağıntılı olacağı proqnozlaşdırılır. Bu haqda Yeni Sabaha Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında ara bir yağış, Sarıbaşda qağ isə qar yağıb. Düşən yağıntının miqdarı Qubada 4, Şabran, Ordubad, Culfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 metr/saniyədək güclənib. Sumqayıt, Şərur, Ordubad, Sədərək, Göygül, Şəmkir, Balakən, Sarıbaş, Qax, Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə edilib. Görünüş məsafəsi 200 metrədək bəhdudlaşıb.